Sumqayıt şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri şəhərin simasını gündən-günə daha da gözəlləşdirir. Son illər ərzində şəhərin müxtəlif ərazilərində yaradılan nümunəvi məhəllələr sakinlərin rahatlığına, asudə vaxtlarının səmərəli təşkilinə və həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verir. Sumqayıt şəhər İcra Hakimiyyətinin diqqət və qayğısı nəticəsində məhəllələrdə geniş abadlıq işləri həyata keçirilir. Müasir infrastruktur yaradılır. Görülən işlər çərçivəsində sakinlərin istirahəti üçün rahat oturacaqlar quraşdırılır. Uşaqların təhlükəsiz və maraqlı vaxt keçirmələri üçün müasir attraksiyonlar və oyun meydançaları salınır. Yaşlı nəslin nümayəndələri üçün xüsusi istirahət guşələri yaradılır. Yaşıllıq zolaqları genişləndirilir. Məhəllələrin işıqlandırılması və ümumi görünüşü tamamilə yenilənir. Bugün artıq şəhərin 9, 13 və 18-ci mikrorayonlarında, eyni zamanda 47-ci məhəlləsində aparılan abadlıq və yenidən qurma işləri uğurla yekunlaşdırılıb. Yenilənmiş məhəllələr sakinlərin böyük rəğbətini qazanıb. Burada yaradılan şərait insanların gündəlik həyat şəraitini daha rahat və təhlükəsiz edir. Uşaqların sağlam mühitdə böyüməsinə, yaşlıların isə asudə vaxtlarını xoş keçirmələrinə imkan yaradır. Hazırda isə şəhərin 41 və 42-ci məhəllələrində abadlıq işləri sürətlə davam etdirilir. Ərazilərdə müasir standartlara uyğun yenidən qurma işləri aparılır. İstirahət və əyləncə məkanları yaradılır. İşlərin qısa müddətdə başa çatdırılması üçün aidiyyatı qurumlar tərəfindən zəruri tədbirlər görülür. Bütün bunlar bir daha göstərir ki, Sumqayıt şəhərində insan amili hər zaman diqqət mərkəzində saxlanılır. Şəhər rəhbərliyinin həyata keçirdiyi layihələr sakinlərin rahatlığının təmin olunmasına, onların sosial rifahının yüksəldilməsinə və şəhərin daha müasir görkəm almasına xidmət edir. Bugün Sumqayıt təkcə sənaye şəhəri kimi deyil, həm də abad, müasir və rahat yaşayış məkanı kimi inkişaf edir. Həyata keçirilən geniş miqyaslı layihələr nəticəsində şəhərin hər bir guşəsində yeniliklər hiss olunur. Sakinlərin rifahının yüksəldilməsi, onların rahat və təhlükəsiz mühitdə yaşaması istiqamətində görülən işlər isə Sumqayıtın davamlı inkişafının bariz nümunəsidir. Şəhərin müxtəlif ərazilərində həyata keçirilən bu layihələr bir daha sübut edir ki, Sumqayıtda quruculuq və abadlıq işləri ardıcıl şəkildə davam etdirilir. Sakinlərin istək və tələbləri daim nəzərə alınır. Nümunəvi məhəllələrin yaradılması isə şəhərin gələcək inkişafına hesablanmış mühüm addımlardan biri kimi xüsusi əhəmiyyət daşıyır. Şəmsdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.